təqdim edəcəyimiz xəbər isə bir həftədir ki, sosial şəbəkələrin fenomeninə çevrilən yardımlının Dəlləkli Kənd Orta Məktəbinin müəllifi Nəcəf Məhərrəmov haqqında olacaq. Onun məşhurlaşmasına səbəb isə qarlı hava şəraitində şagirdlərini dərsə apararkən çəkilmiş fotosudur. Gəlin, yavaş-yavaş. Yardımlı rayonunun Dəlləkli Kənd Orta Məktəbinin müəllimi Nəcəf Məhərrəmovun bütün ölkədə tanınmasına səbəb gördüyü nəcib və xeyirxah işi olub. O düz 21 ildir ki, qarlı şaxtalı havalarda şagirdlərini məktəbə şəxsən özü aparıb gətirir. Şagirdlər kəndimizin aşağısından gəlirlər. Bizim də evimiz məktəbə yaxın olduğu, biraz məsafə olduğu üçün mən 8-ə 15 dəqiqə qalmış uşaqları öz evimizin yanında yığıb və oradan söhbət eləyə-eləyə, nağıllar danışa-danışa bu minvallar biz bu yolu məktəbə gətirib çıxardırıq. Təsadüfən çəkilən bir şəkildən sonra isə Nəcəf müəllim çoxlarının rəğbətini qazanıb. Yardımlı rayonuna yağan 1 metr hündürlükdə qarda cığır açaraq uşaqları məktəbə aparan müəllimin fotosu sosial şəbəkəyə yerləşdirilib. Beləliklə Nəcəf Məhərrəmov özünün belə xəbəri olmadan bütün ölkədə tanınıb. Müəllimi məşhurlaşdıran şəklin müəllifi isə Dəlləkli kənd sakini Sakit Ziyadovdur. O fotonu təsadüfən çəkdiyini deyir. Gözəl bir mənzərədən qarşılaşdım. Uzaqdan Nəcəf müəllim gəlir. Bir də baxdım ki, əlində nəsə əlavə bir şey. Bax, gördüm uşağın çantasıdır. Həm də uşağın əlindən yapışıb, onun yeriməsinə köməkli eləyər. Eşidirəm, deyir uşaqlar, yol yoxdur, tələsməyin, mən yolu açıram, siz arxamca rahat gəlin. Beləcə, Nəcəf müəllimin xəbəri olmadan şəklini çəkdim. Nəcəf müəllim bildirir ki, şəkil paylaşılandan sonra ölkənin müxtəlif yerlərindən ona təşəkkür zəngləri gəlir. Bu nəcib işə görə ona minnətdarlıq edənlərin ardı arası kəsilmir. Şagirdlərinə təkcə tədrisdə deyil, həyatda da cığır açan müəllimin tək arzusu təhsil verdiyi uşaqların gələcəkdə elmli, savadlı insanlar olmasıdır. Məhəmməd Rzayev, Şahin Mirzəyev, Yardımlı.